Marneoldə Demokratik Məşğulluq Mərkəzi gender şiddətinə qarşı mübarizə kampaniyasına qoşuldu. Mərkəzdə təşkil olunan görüş iştirakçılarına ailədə fiziki şiddət görən insanın niyə yuvasını tərk edə bilməməsi haqda film nümayiş etdilər. Diskusiyada Xalq Müdafiəçisinin Femokartı üzrə nümayəndəsi, Hüquqi Yardım Bürosunun Marneoli Konsultasiya Mərkəzinin əməkdaşları, tələbələr və vətəndaşlar iştirak ediblər. Ümum Gürcüstan miqyasında Demokratik Məşğulluq Mərkəzlərinin hər biri 16 günlük aksiyaya qatılaraq mövzu ətrafında müxtəlif tədbirlər keçirirlər. Müxtəlif növ tədbirlərin keçirilməsi planlaşdırılır. Bu gün film nümayişimizin və diskusiya təşkil etməkdə məqsədimiz cəmiyyətin nümayəndələrinin şiddətə qarşı necə mübarizə aparma yollarını aşkarlamaqdır. Gürcüstanda ailədə şiddətə məruz qalanların sayı kifayət qədər çoxdur. Yardım üçün qadınlar nadir hallarda müraciət edirlər. Ailədə şiddət məsələsi cəmiyyət üçün ən önəmli mövzu olmalıdır və hər kəs bundan danışmalıdır. Женщины не обращаются в соответствующие органы. Marneolidə ailədə şiddətə məruz qalanlar çoxdur. Ailədə şiddət görən şəxs hara müraciət edəcəyini bilməlidir. Ona görə belə görüşlər çox faydalıdır. 2015-ci ildən az təminatlılara yardım verilməsi məsələsinə dövlət müntəzəm nəzarət tərtib edir. Dövlətin təklif elədiyi işi qəbul etməyənlərin yardımı kəsiləcək. Sosial Yardım Xidmət Agentliyinin məlumatına görə hazırda Gürcüstanda cəmi 400 min sosial olaraq az təminatlı qeydiyyatda alınıb. Onların yalnız 10%-i işləməyə razılıq verib. Az təminatlı insanların əksəriyyəti əmək bazarında iştirak eləmir. Dövlətin təklif elədiyi hər hansı bir işə etiraz edən şəxsə yardım verilməsi prosesi dayandırılacaq. Məsələ ilə bağlı Sereteli kəndində bir neçə az təminatlı ailə üzvləri öz fikirlərini bildirdilər. Onların sözlərinə görə əmək haqqı yardım paketindən az olarsa işləməyə razı olmayacaqlar. Ailəmdə hər kəs işlə təmin olunmayıb. Əgər aylıq əmək haqqı yaxşı olarsa, əlbəttə işləməyə razılaşaram. Sosial Xidmət Agentliyi 2015-ci ilin yanvarınadək az təminatlıların ailə vəziyyəti ilə yenidən tanış olmağa başlayacaq. Bir neçə ildir Qasımlı kəndində 70 yaşlı Kəmalə Nəsibova yerlisinin aldığı dəmir vaqonda məskunlaşıb yaşayır. Kəmalə xanımın sözlərinə görə onu qardaşı döyərək evdən qovub. Qadına qonşular sahib çıxıblar. Hazırda Kəmalə təqaüdü ilə dolanır. İl yarım əvvəl dövlət ona verdiyi aylıq yardımı da dayandırıb. Tənha qadın çox çətin həyat tərzi sürür. Yolda dururdu, gəldilər, buraya qoyladı, döydü, söydü, buramı qoyladılar. Gəldim burada da burada eşdə qalmışdım. Bunlar Allah olanı yesin. Bunlar məni içəri saldılar. Putkada durdular. Buraya verdilər. Mən də burada dururum. Nə heç bir nə baxanım var, nə axanım var, nə zadım var. Canım yorğun döşəklərdə, budıra yorğun döşəklərdə qalırım. Gözün görürdən. Qonşular verdilər bunu? Heç kim mənə köməklik vermir. Nə köməklik verir qonşu mənə? Mənim dədəmi borçlu hadı qonşuda. Bizim yerdi bura, eşdə qalmışdı, biz də yerləşdirdik burada. Aldıq putkançını. Özgədən ağarıq, düzdə qalmış. Yaxşı olacaq da? Hə, yaxşı olacaq. Siz də bura köməkli elindən, təti pensiyasını mudura qalıb. Heç köməklik deyilən yoxdur. Kəmalə xanımın problemi Sosial Yardım Agentliyinə də məlumdur. Mamuka Tokwadze bildirir ki, Kəmalə çox imkansız ailələr kateqoriyasına daxildir. Buna baxmayaraq dövlət ona verilən yardımı dayandırıb. Tokwadze deyir ki, Nəsibovaya yardım etmək üçün bir neçə variant mövcuddur. Bəli, xanımın vəziyyəti ürək açan deyil. Onu agentliyimiz imkansız ailə sahibi kimi tanıyır. Təəssüf ki, ona verilən bal yardım olunanların balından yüksəkdir. Amma məsələnin ikinci tərəfi də var.
Kənd müvəkkili ərizə ilə Sosial Yardım Agentliyinə müraciət edərək Kamilə xanımın kasıb olduğunu təsdiqləyərsə, yerli hakimiyyət də bunu təsdiqləyərsə, biz xanıma yardım edə bilərik. İcra başçısının kənd müvəkkili Kamilə xanımın vəziyyətini təsdiqləməzsə, xanım yenə də bizə yenidən müraciət eləsin. Onun ailə vəziyyətini yenidən gözdən keçirərik. Kəmalə Nəsibova dövlətin Sosial Yardım Agentliyinin qərar dəyişdirməsini və ona yenidən yardım əli uzanacağını səbirsizliklə gözləyir.